Hamıya salam dostlar, necəsiz umarım yaxşısınız. Dostlar, bu gün sizlərlə birlikdə mən kanalı niyə buraxdım, niyə qayıtdım falan hamısından bəhs eləyəcəm. Yəni danışacağam. Türkcə dedim bir anlıq çaşıb. Nəysə, hamısını izah eləyəcəm. Niyə buraxdım, niyə geri döndüm. Birincisi, niyə buraxdığımı deyim. Mənim əvvəllər Kapitan Mobi, Qarama, Ketçuru, Vantilenero kimi petlərim var idi. Güclü petlərim var idi. Çox güclü petlərim var idi. Və bunları da 2 dənə naməlum şəxsi bilinməyən bir adam gəldi skamladı. Adam deməyim də, istəyirsiniz, adam deməyim. Məni skamladılar, ona görə də əsəbləşdim, nə bilim, petim olmadığı üçün day nə video çəkəcəm falan buraxdım kanalı. Niyə geri döndüyümü anlatım indi. Həm sıxılıram, həm də ki, dedim ki özümə, petsiz də video alınır da, elə belə duel falan. İndi petim var, amma ESOC falan belə zəif petlərdir. Ona görə də yəni ona görə buraxmışdım elə. Heç petim qalmamışdı. Əsəbləşdim. Hamı məni skamladı. Gələn gedən skamladı məni. Elə bir skam yaxşı şeymiş kimi gələn gedən hamı skamladı. Dostlarım, baxın, neçə illik olduğunu deməyim, amma çox ildir ki, mən onunla dostluq eləyirdim. Petə görə məni skamladı. Yəni yorumlara indi ağzına gələn hər şey yazacaq bəzi insanlar. Çinağarım, Qozumaçı falan xiyar başlayacaqlar danışmağa. Nəysə uşaqlar, sağ olun, hamınızı sevirəm, salamat qalın.